Bastım. Hoş gördük hər birinizi əziz izləyicilərimiz. Ləmbaran kəndindən hər birinizi salamlayıram. Bu istiqamətə Sofark istiqaməti deyirlər. Bugün 10 fevral 2026-cı ildir. Ləmbaran kəndimizin dəyərli bir oğlu, bizim qardaşımız, bütün aksiyalarımıza dəstək verən, hətta Vəsləb adının Bəhruz ilin evi tikirəndə oranın işıq sistemini təmənnası çəkən Rövşən qardaşımızın anası Səlvinaz bibi dünyasını dəyişib. Rəhmətli Süleyman əminin həyat yoldaşı. Bu münasibətlə mən Rövşənə səbir dilərim, bütün doğmalarına səbir dilərim, anamıza Allahdan rəhmət dilərim. Əziz izləyicilərimiz, çəkilişi çəkməkdə məqsədim odur ki, bu yolu sizə göstərim. Bax, indi birazdan dəfn mərasimi olacaq, yağışlı havadır. Analar, bacılar, ağsaqqal kişilər hamısı yas məclisinə gəlir. Mən Ləmbaran kəndinin bütün xeyriyyətçi oğlanlarına buradan səslənirəm və xahiş edirəm. Gəlin, maddi vəsait toplayaq. O xırda gözlü qrabilki olur, içi qumlu. Gəlin, bax, bu tarafik yollara bir 3 kamaz, 4 kamaz, güyümüz imkanlı nə çatırsa, bizi Sofark istiqamətindən. Bax, bu tərəfə, bu getdiysən, bura 3-4 kamaz, içi xırda, qumlu, qrabilli, bura qrabilki kəyini. Birazdan dəfn mərasimi olacaq, yağışlı havadır, yağışlı yarım, artacaq, salam aleyküm. Dəfn mərasimi çətinləşəcək. Gəlin, sizə xahiş edirəm, Bu adına baxlı yollarımızda, kəndin mərkəzi yolları hamısı yaxşıdır. Bir dənə bax, görürsünüz, yağış indi başlayıb yağmalar. Birazdan sonra yaz məclisinə heç bir maşın gəlməyəcək. Hətta qoca kişilər, qoca qadınlar, analar, bacılar yaz məclisinə gələcək. Gəlin, bu xeyriyə aksiyasına sizləri də qoşulun. Bu yolun düzəlməsinə köməkli edin. Allah sizlərdən razı olsun. Hamınızdan dəstək gözləyirəm. Qardaşlarımız da dəfn mərasiminə gedir. Allah köməklər olsun. Gidən qardaşlar. Sizdən xahiş edirəm. Gəlin, əl-ələ verəyin. Əl-ələ. Qəlbimizdən, ürəyimizdən nə vəsait gəlir, toplayın. Bax, bu yola Çınar tərəfdən üzü bəri, bax, yolun belə olan yerlərinə şeybel tökməyin bura yeri yoxdur. Çünki şeybel töksək hamısı qalacaq suyun, palçığın içində. İçi xırda çeşitli qrabillər ki olur, içi qumlu. Gəlin ondan alıp bax bu yola 3 kamaz, 4 kamaz bura qrabil tökəyin. Və buradan mən səslənirəm, inovasiya deyilən ərazi var, şirkət var. Allah onlardan razı olsun, kəndimizin bir neçə nəfər insanlarını işlə təmin edib, dolanışığının təminatını qurublar. Ona görə də Ləmbaran cəmiyyəti adından inovasiyanın rəhbərliyinə, şirkətin rəhbərliyinə, bütün əməkdaşlarına təşəkkür edirəm. Bax, bu yoldan onlar da istifadə edir. Elə o şirkətin rəhbərliyinə də mən buradan çağırış edirəm, xahiş edirəm. Gəlin, bizlə, xeyriyyə cəmiyyətimizdən əl-ələ verək. Bu yollara 3 maşın, 4 maşın, 5 maşın, 6 maşın, hara kimi gedirsə, xırda gözlü bura qrabil təşkil edəyin. Küsələrin kəndin ən adını daxlı yerlərindən biridir. Bax, indi birazdan burada olacaq. Buradan da dolanda buradan maşın keçməsi qeyri-mümkün olur. Hətta elə olur ki, aşağı baş qəbirstanlıq tərəfdən gəlib kanalın belindən o tərəfə çıxırlar. Birazdan bax, buralar hamısı dolacaq. Gəlin, əl-ələ verəyin, bax, bu yolu düzəldəyin. Buradan inovasiya deyilən ərazinin, şirkətin rəhbərliyinə xahiş edirəm. Müdürlüyünə xahiş edirəm. Və Ləmbaran kəndimizin xeyrətçilərindən xahiş edirəm, gəlin, əl-ələ verib, bax, bu yollara xırda gözlü qrabil təşkil edəyin. Mən gedirəm indi dəfn mərasiminə. Dəfindən gələnə kimi sizin hər birinizdən səs göndərirəm. Videoları da paylaşın. Hər iki xeyriyyə cəmiyyətində paylaşın. Görsünlər, bilsinlər və videonu da göndərin. Xahiş edirəm, inovasiya deyilən şirkətin rəhbərliyinə onlar da baxsın. Bu yollarımıza indi ola bilər ki, inovasiyanın rəhbəri öz tərəfindən 3 kamaz, 4 kamaz əlavə qrabil gətirdirər. Şirkət yolu. Yol bu istiqamətində hara lazımdırsa təşkil olunsun. Birazdan bax, buraların hamısına palçıq olacaq, yağış olacaq. Yaz məclisinə gələn insanlar hamısı çətinlik çəkəcək. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan insanlar siz Ləmbaranları görüb, gördüyünüz işlərə görə sizə əhsən desinlər. Aksiyamız davam edir, dəstək verməyə davam edin. Xahiş edirəm, yağış birazdan çoxalacaq, yollar bərbad vəziyyətdə olacaq, yer palçıq olmamış. Gəlin, bu problemi aradan qaldıralım. Allah bütün dəstək verənlərdən razı olsun. 10 fevral 2026-cı il Bərdə rayonu Ləmbaran kəndi. Mən Baxşeş müəllimin kanalında
Yollarda görülən vəziyyəti sizlərə təqdim etdim və sizin dəstəyinizi gözləyirəm. Allah rəhmət eləsin. İnsanlar da toplaşıb dəfn mərasiminə Allah rəhmət eləsin. Allah səbir versin bütün dolmalarına. Hər birinizdən dəstək gözləri, xahiş edirəm gecikməyən aksiyamız davam edir. Bu yollara qəlbinizdən, ürəyinizdən nə gəlirsə öz dəstəyinizi əsirgəməyəsiniz. Arkadaşlar burada belə bir problem yaranır. Yolumuz çox gavur hazırdır. Yaşımız düşübdür. Allah rəhmət eləsin. Bu yolu şey belirləmək, qrabilləmək lazımdır bu yolu. Dəstək gözləyirik hər birinizlərimiz. Hər birinizdən dəstək gözləyirik. Bu yollarımızın tədil düzəlməsini hər birinizdən rica edirik. İnşallah ki, inanırıq ki, bu problemlər aradan çıxacaq inşallah. Dəfinə gidirik. Allah rəhmət eləsin. Qəbirstanlıqda zikələ deyirik. Bax oradan bu küçdən o birisi küntə kimi. Kraskanı vurmağa yavaş qaldı. Gəlmişik dəfinə. Allah görülən işlərimizə xeyir versin. Allah cəmiləndən də rəhmət eləsin. Allah ümumə də rəhmət eləsin. Məkanı cənnət olsun. İnşallah inanırıq ki, bir vəsait yığılacaq və həmən yol düzələcək Allahın köməkliyi ilə. Allah rəhmət eləsin. Allah cəmaatımıza can sağlığı versin. Millət hamısı yağışda, havada dəfində iştirak edir. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.